Esselamu Aleyküm, əziz izləyicilər. İncildə belə bir ifadə var. İlan kimi müdrik olun. Çoxumuz İlan adı gələndə diksinirik. Amma sən demə, ondan həyat dərsləri almaq olarmış. Gəlin bu dərsləri birlikdə sadalayaq. İlanın hansı xüsusiyyətləri var? O xüsusiyyətlərdən hansı dərslər ala bilərik? İlan vaxtaşırı dərsini dəyişir. Yəni biz də yiyələnməliyik. O içimizdəki pis vərdişlərdən, daxili mənfi hisslərdən, fikirlərdən, xoşagəlməz düşüncələrdən, incikliklərdən xilas olmalıyıq. Yəni, ruhən və mənən dəyişməliyik. Biz də iç qabığı qoymalıyıq. İlan zahiri qabıq qoyur, biz gərək içimizdən dəyişək. Xüsusən ailələrdə köhnə incikləri buraxmaq, birlikdə yenilənmək zəruridir. Çünki inciklər yığılır, axırda aylığa səbəb olur. İlanın digər bir xüsusiyyəti, İlan hər yerə əyri, yuvasına düz gedər. Atalar sözü, sən də həyat yollarında əyri, dolanbac yollardan keçsən də, öz daxili yuvandan, öz həqiqətindən, vicdanından ayrılmamalısan. Düzlükdən ayrılmamalısan. İlan öz ovunu səbirlə gözləyir. Bizdə hədis var ki, səbr imanın başı deyiblər. Yəni, bəlalarda, nəfsin ehtirasların qarşısında ibadətin çətində səbr eləməlisən. Bəzən görsən ki, səbirsiz insan sonra peşmansız çəkir, deyir, gərək səbr eləyəydim. İşdə, həyatda, ailədə səbr uğurla çarıdır. İlan yumşaq, səssiz, ancaq dəqiq hərəkət edir. Haykü ilə öz planlarını yersiz ucadan bəyan etməklə hərəkət eləmə. Ya həsəd, ya da bədxahların manilərlə rastlaşa bilərsən. Öz gücünü əməllə göstər. Haykü ilə, sözlə yox, əməllə göstər. İnsan səssiz daha güclüdür. Haykü ilə yox, səssiz daha çox uğur qazana bilərsən. İlan çox intuisiyasına güvənir, instinktinə güvənir. Çox həssasdır. Sən də öz intuisiyana güvən, gör, daxili səsin sənə nə pısıldayır. Mühüm qərarlar qəbul etməmişdən qabaq, öz bir daxilinlə də gənəş. Gör, için nə pısıldayır sənə. Yəni, biz çox vaxt düşüncə ilə hərəkət edirik, amma intuisiya ilə hərəkət etmək bizə daha çox kömək edə bilər. İlan hücum etməkdən əvvəl müdafiə vəziyyəti alır. Əvvəlcə geri çəkilir, dərhal hücum eləmir. Yəni, sən də səninlə açıq düşmən hərəkətlərə yol verən kəsdən dərhal vuruşma, müdafiə keç. Bəlkə də ortaya bir şey çıxdı, barışdınız. İlan hücum üçün ən uyğun anı qaçırmır. Həmən an hücum edir. Sən də zamanı hiss elə, vaxtında hərəkətə başla. Zəruri fəaliyyət anını nəzərdən qaçırma. Vaxtında danış, vaxtında sus, vaxtında hərəkət elə. İlan ətraf mühitə öz rəngi ilə, hərəkəti ilə, davranışı ilə tez uyğunlaşır. Ətraf mühitdən o qədər seçilmir. Biz bundan nə dərs ala bilərik? Sən də həyat şəraiti dəyişəndə, qəfləti, çətinlər meydana çıxanda geri çəkilmə, uyğunlaş. Bu, həm də ailələrə aiddir ki, ailələr üçün müəyyən sınaqlar başlayanda, yer dəyişimi olanda, onda onlar uyğunlaşarlar bu çətinliyə. Tez tələsik münaqişələr başlayır. Gərək tarazlığı, harmoniyanı qoruyasan, o çətin şəraitə uyğunlaşmağa bacaran çox yaxşıdır. İnsan da iş yerini dəyişir, həyat yerini dəyişir, yaşayış yerini dəyişir. Belə zamanda görürsən ki, çox böyük münaqişələr meydana çıxır. Gərək uyğunlaşmağa bacarasan. İlan çox çevikdir. Sən də böhranlarla da sarsılma. Çevik düşüncəni işə sal.
Əlbəttə, hər bir işdə Allah yardımçıdır. İran hər şeyi görür, hiss edir, ancaq reaksiya dərhal vermir. Sən də hər şeyə dərhal reaksiya vermə, müşahidə elə, düşünərək cavab ver. Onda ağır və sambalı görünərsən. İlan tələsmədən yavaş-yavaş sürünür. Sən də məqsədinə aramla get. Əsas budur ki, hədəfdən yayınmayasan. Son məqsəddən yayınmayasan. İlan heç vaxt boşuna hərəkət etməz. Sən də enerjini boşuna xərcləmə, ehtiyatla xərclə. Boş-boş söhbətlərlə, mənasız mübahisələrlə, mənasız əyləncələrlə enerji yox olur. Yersiz qəzəb enerjini məhv eləyir. İlan təhlükədə belə soyuqqanlıdır. Sən də hər cür təhlükəli anda soyuqqanlı ol, soyuqqanlı itirmə. Bu zaman o çətin vəziyyətdən çıxa bilərsən. Göründüyü kimi İlandan xeyli həyat dərsləri almaq olar. Ümumiyyətlə, ətrafımızda hər bir şey bizim üçün ibrətdir. Hər yaradılış Allah tərəfindən bizim üçün bir ibrət nişanədir. Hər şey Allahın nişanəsidir, ibrət verir. Gərək ibrətlər çoxdur, ibrət alanlar azdır. İnşallah Allah bizə ibrət edənlərə, ibrət alanlardan qərar versin. İnşallah həyatınız mənalı, bir də mənalı keçsin. Allah amanda.